Bu o vaxtı Sovet dövründə təhsildə bir metod var idi. Bir metod idi. Məsələn, təhsil dərs belə getməlidir, bu mərhələdə bu olmalıdır, bu mərhələdə bu olmalıdır. Belə izah olunurdu da, deyilirdi. Məsələn, gəlib dərslərimizdə otururdular. Hə, müəllim nə cür dərs keçir? Bu mərhələləri müəllim qəşəng bilirdi. Bilməyənə deyirdilər ki, belə keçmək lazımdır. Amma indiki dövrdə bu indi bax hal-hazırda indi uşaqlar nə dərs oxumur, nə kitab oxumur, nə heç bir şey. Bunlar ancaq qruplar var. Məsələn, birinci, ikinci, üçüncü qrup, dördüncü, beşinci qrup. Bunlar ancaq məsələn, birinci qrup bu riyaziyyat oxuyur, gedir hazırlığa, heç o birilərin vecinə deyil. Ona görə də o vaxtın uşaqları indiki uşaqların, indi düz deyil, indi də savadlı uşaqlar çoxdur. Onu demək olmaz belə. Oxuyurlar, hazırlığa gedirlər, hər öz sahəsində çalışanlar var. Amma o vaxt ki uşaqlar bütün fənləri yaxşı oxuyan uşaqlar var idi. Belə idi. Məsələn, mən 10 illiyi qutarana qədər fizikada oxuyurdum, riyaziyyatda, kimyada, biologiyada, ədəbiyyatda, tarixdə, bütün fənləri oxuyurdum. Mən o vaxt ki, o təhsildə, institutda gedən uşaq bilirdi ki, məsələn, mən getdim fizika riyaziyyat fakültəsinə yox, orada imtahan verdim həm fizikadan, həm riyaziyyatdan, cəbirdən, həm həndəsədən, həm ədəbiyyatdan inşa yazdıq, həm kimyadan. Bilirdi ki, bunlar hamısı qarışıq, ona görə məcburdu oxuyurdu. Amma indiki qruplar üzrə hazırlaşırlar da. Məsələn, mən fizika müəllimiyəm, gedirəm, deyirəm, mən bir dəfə uşaqların birinə dedim, mənə fizika ilə mənə nə lazım? Deyim, mən gedirəm, humanitar fənləri oxumuram. Bax, fərq elə buradan yaranır, ona görə də belə alınır.